Salam əziz şagirdlər və valideynlər. Bugün sizinlə birlikdə 3-cü sinif ingilis dili KSG 8-i işləməyə başlayaq. Testi işləməyə keçməmişdən əvvəl bir şey qeyd edim ki, onlayn hazırlıqlarımız mövcuddur. Onlayn hazırlıqlara qoşulmaq üçün bu nömrənin WhatsApp-na yaza bilərsiniz. Yay tətilində də onlayn hazırlıqlarımız mövcuddur. İndi isə keçəyin testi işləməyə. Birinci testimizdə deyək ki, Describe the weather. Hansı şəkildə hansı hava təsvir olunub? Snowy A variantındakı snowy qarlı deməkdir. B variantındakı windy küləkli deməkdir. C variantındakı hot isti deməkdir. D variantındakı rainy yağışlı deməkdir. Biz də şəklə baxırıq ki, burada yağışlı hava təsvir olunub. Ona görə D variantını seçirik. Rainy yağışlı. 2-də deyək ki, describe the weather. Hansı hava təsvir olunub? Baxırıq, günəşli hava təsvir olunub. Variantlarımızda A variantında sunny, günəşli, B variantında rainy, yağışlı, C variantında cold, soyuq, D variantında cloudy, buludlu deməkdir. Bizdə də günəşli hava təsviri olunduğuna görə A variantı sunny, günəşlini seçirik. 3-də deyək ki, choose a correct variant, düzgün variantı seç. It's very hot in, çox isti olur. A variantı görək hansı fəsildə? Burada da variantlarımızda fəsilləri verib. Baxaq hansı fəsildə isti olur. A variantı spring, yaz, B variantı fall, payız, C variantı summer, yay, D variantı winter, qış deməkdir. Çox istidə yayda olur, yəni C variantı summer, yay deməkdir. 4-də choose a correct variant. We go to sleep in the. Biz go to sleep yatmağa gedirik deməkdir. Biz yatmağa gedirik nə vaxt? A variantı in the morning, səhər, B variantı in winter, qış, D variantı in the evening, axşam, D variantı in the afternoon, günorta. Əlbəttə ki, biz yatmağa axşam gedirik, ona görə C variantı in the evening, axşam deməkdir. 5-də deyək ki, write the missing letters, hərfləri qeyd edin. Deməli, bu morning sözüdür, birincidə, yəni səhər sözü o ilə yazılır. Morning, cloudy, buludlu deməkdir. C, L, O, U, D, Y yazılır. 3-də snowy, qarlı deməkdir. Snowy, qarlı deməkdir. S, N, O, V, Y yazılır. 4-də hot, isti deməkdir. H, O, T yazılır. 5-də windy, küləkli deməkdir. Burada da W, I, N, D, Y yazılır. 6-da deyək ki, translate the words, yəni sözləri tərcümə eləyin. Bayaq da dediyimiz kimi, artıq bu testdə neçənci dəfə təkrar elədik ki, morning səhər deməkdir. Yazaq səhər. Evening axşam deməkdir. Fall payız deməkdir. Warm isti deməkdir. Weather hava deməkdir. Yeddidə deyək ki, choose a correct word relating to winter. Yəni qışa aid olan sözləri seçməliyik. Very cold, çox soyuq. Ona görə qışda çox soyuq olduğuna görə biri seçirik. Warm, isti deməkdir, seçmirik. Sunny, günəşli deməkdir, seçmirik. Snowy, qarlı deməkdir. Qışda qar yağdığına görə, qarlı hava olduğuna görə qarı seçirik. Hot, isti deməkdir, qışda isti olmur. 8-də deyir ki, describe the picture in your own words. Təsvirdəki şəkildə təsvir olunanı biz öz sözlərimizlə yazmalıyıq. Baxırıq ki, burada qız üşüyür. Soyuq havadan üşüyür. Belə yaza bilərik ki, the girl is very cold. Yəni, qıza çox soyuqdur. Qız üşüyür. 9-da deyək ki, kompleksi sentensiz, yəni boşluqları doldurun. What is the like? Yəni, deyək ki, sən hansı havanı xoşlayırsan? Bura hava sözünü yazmalıyıq.
Hava sözü də weather yazılır, yəni vezə. 2-də deyir ki, it rainy and cold. O yağışlı və soyuqdur. It is dırdırımız yoxdur burada. Ona görə it is yazırıq. 3-də deyir ki, it is very cold in. O çox soyuq olur. Hansı fəsildir soyuq olan? Qış, yəni winter. Növbəti testimizdə də deyir ki, 10-da. Choose a correct options. Yəni düzdürmü, səhvdimi onu deməliyik. True düzdür, false səhvdir. Birinci cümləmizdə deyir ki, it is warm in spring. Spring yaz deməkdir. Yazda warm da istidir. Yazda isti olur. Bəli, yazda havalar isti olur. Warm, yəni hot lap istidir. Warm ilıq, sərin isti deməkdir. 2-də deyir ki, it is cold and snowy in fall. Soyuq və qarlı olur payız. Fall payız deməkdir. Xeyr, payız qarlı olmur. 3-də deyir ki, it is hot and sunny in summer. İsti, baxın burada artıq hot qızmar istidən gedir söhbət. Hot and sunny, yəni isti, qızmar isti və günəşli keçir yay. Bəli. 4-də deyir ki, it is wind and cold in autumn. Küləkli və soyuq keçir payız. Bu da düzdür. Küləkli olur və soyuq keçir. Burada indi deyə bilərsiniz ki, payız bayaq dediniz falldur. Payız həm F-A-L-L yazılan payızdır, həm də burada A-U-T-U-M-N. Bu ikisi də payız deməkdir. İkisi də payız deməkdir. Növbəti belə videoların davamı üçün abunə olun, like atın, şərh bölməsində şərt yazın. Hələlik.